Deməli, bizim qrupdakı abituriyentlərdən biri Cabbarlı Nazəni son blok sınağında Azərbaycan dilindən 140,91, ədəbiyyatdan 86,36 bal toplayaraq qrup üzrə, həmçinin sınavda iştirak edənlər üzrə ən çox 10-cu siniflər arasında Azərbaycan dili və ədəbiyyatdan bal toplamış abituriyent oldu. Nazənin adına çox sevinirik, təbrik edirik onu. Uğurları daim və bol olsun. Həmişə atasının, anasının, müəllimlərinin fəxri olsun. Nə yaxşı ki, biz birgə hazırlaşırıq. Çox şadam ki, sənin bir yerdə bu yola addımlayırıq. İnanıram ki, Nazənin sən 11-ci sinifdə də ən yüksək nəticə ilə bizi sevindirəcəksən. Qrup içərisində birinci olduğu üçün sənə bir hədiyyə təqdim edirik. Amma hədiyyəni özün seçərsən. Görək inşallah. Buyur, hədiyyəni seç. Görək bəxtimizə nə çıxır. Ekrana göstər görək. Deməli, çəhrayı bağlama 4 gün. Təbrik edirik. Digərlərini aç istəyirsən göstər. Qara bağlama. Elma. Orta ölçülü zəfər bağlama. Kiçik zəfər bağlama. Deməli, sənin hədiyyən hansı idi? 4 gün. Çəhrayı bağlama 4 gün. Aha. Deməli, Nazənin, səncə abituriyentlər necə çalışmalıdır ki, yüksək nəticə əldə etsinlər? Tez-tez dərsi, yəni oxumaqla qalmamalı, həmçinin təkrar etməlidir. Sınava da getdiyi vaxt ciddi yanaşmalıdır. Yəni, sınavdan əvvəl bütün fənləri təkrar etməli, sınav fənləri. Aha, ən əsas da vaxtı bölməyi bacarmalıdır. Təbrik edirik səni. Hədiyyəni buyur. Sağ ol. Uğurların bol olsun Nazənin. Sağ ol.